Bəqərə ayə 181 ta 184. Əuzu billah minəşşeytanirracim. Pənah parıq Allah'a dərgahdan qolmuş şeytanın şərrilərindən. Fəmən pəs o kəsi ki bəddə təbdil eləyə ləhu onun üçün bədə ma səmi'hu ondan sonra ki eşitdi onu. Fə innəmə pəs budu bundan qeyr deyil ismuhu onun günahı. Ələl-ləzinə o kəslər üçün ki yübəddilunəhu təbdil elirlər onu. İnnəlləhə bidüstü ki Allah səmiun əlim eşidən və alimdir. Fəmən pəs o kəsi ki xafə qorxa min musin vəsiyyətdən cənəfən zülmündən əv ismən ya günahından fə əsləhə pəs islah eləyə beynəhum onların arasında fəla ismu yoxdur günah əleyhi onun üçün. İnnəlləhə bidüstü ki Allah qəfurur rəhim bağışlayan və rəhməliyəndir. Ya əyyühəlləzinə amenu ey o kəsləri ki iman gətirmisiniz. Kutibə yazılıb əleykum siyam sizin üçün oruçluq. Kəma beləyi ki kutibə yazılmışdı ələhləzinə o kəslərə ki min qəblikum sizdən qabaqcan vardılar. Ləəlləkum təttəqun şayət olasız siz təqvakar. Əyyamən mə'dudatin sayılmış bir günlər. Fəmən kanə pəs o kəsi ki ola minkum sizdən mərizən məriz əv əla səfərin ya səfərdə fə iddətun pəs müddəti min əyyamil uxər oruçluqdan sonra və ələl-ləzinə və o kəsləri üçün ki yutuqunəhu çətinliğə salır oruçluq onları fidyətun fidyeyi təamul miskinlərə təam vermək. Fəmən pəs o kəsi ki tətəvvəə istitaəti malisi ola xeyrun yaxçıdır. Fəhuvə pəs o xeyrun ləhu yaxçıdır onun üçün. Və ən təsumu və əgər oruç tutasız xeyrun yaxçıdır ləkum sizin üçün. İn kuntum əgər olasız tə'ləmun bilən sədəqəllahul əliyyul əzim.